Sumqayıt şəhərində qarlı və şaxtalı havalarda, yollarda və digər ərazilərdə hər hansı problem yaranarsa, müvafiq qurumlar tərəfindən dərhal əməli tədbirlər görüləcək. Bu barədə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Teymur Səmədov, İcra Hakimiyyəti aparatının əməkdaşları və aidiyyatı qurum rəhbərləri ilə keçirdiyi görüşdə bildirib. Tədbir çərçivəsində əvvəlcə Sumqayıt Təmizlik Departamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin qarşısında xüsusi texnikalara baxış keçirilib. Görülən hazırlıq işlərinin miqyası və səviyyəsi onu göstərir ki, şəhər qış mövsümünə tam şəkildə hazırdır. Teymur Səmədov bildirib ki, şaxtalı və qarlı havalarda yolların vaxtında təmizlənməsi, nəqliyyatın və piyadaların təhlükəsiz hərəkətlərinin təmin olunması üçün İcra Hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunublar. O vurğulayıb ki, qışa hazırlıqla bağlı bütün tədbirlər şəhər rəhbərliyinin gündəlik diqqət mərkəzindədir. Sumqayıt Təmizlik Departamenti tərəfindən kifayət qədər qum və duz ehtiyatı tədarük edilib, texnikalar, nəqliyyat vasitələri və mexanizmlər tam hazır vəziyyətə gətirilib. Diqqətə çatdırılıb ki, son 10 il ərzində Sumqayıtda qarlı və şaxtalı hava şəraitində bir dəfə də olsun ciddi problem yaşanmayıb. Şəhər hər dəfə sınaqlardan üzü ağ çıxıb. Bu, bir tərəfdən İcra Hakimiyyətinin planlı və çevik fəaliyyətinin, digər tərəfdən isə bütün aidiyyatı qurumların məsuliyyətli iş prinsiplərinin nəticəsidir, deyə o qeyd edib. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Fərid Ələkbərov qeyd edib ki, şəhərin bütün küçə və prospektləri, əsas magistrallar və yaşayış massivlərini aparan yollar xüsusi nəzarət altındadır. Məqsədimiz odur ki, heç bir şəraitdə şəhər həyatının ritmi dayanmasın, insanlar rahat şəkildə gündəlik fəaliyyətlərini davam etdirsinlər, deyə o qeyd edib. Sumqayıt Təmizlik Departamentinin müdiri Şəhriyar Əhmədov da çıxışında bildirib ki, idarə bu il də yüksək hazırlıq qış mövsümünə qədəm qoyub. Texnikamız, canlı qüvvəmiz, material ehtiyatlarımız, hər şey tam qaydasındadır. Qum, duz qarışığı anbarlarımızda ehtiyatla saxlanılır, yolların buz bağlanması üçün növbəli iş sistemi tətbiq ediləcək. Bizim üçün əsas məsələ şəhərin təhlükəsizliyi və sakinlərin rahatlığıdır. Sumqayıt artıq illərdir ki, Azərbaycanın ən səliqəli və qış mövsümünə ən hazırlıqlı şəhərlərindən biri kimi tanınır. Elvin Qudrətov, Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.